Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Mən Cənubi Qafqazda baş verən proseslərə və Azərbaycan-Amerika münasibətlərinə çox nikbin baxıram. Konkret, az xəbər verir ki, bu barədə Azərtac müsahibəsində Hudson İnstitutunun aparıcı eksperti Luke Coffey deyib. Onun sözlərinə görə iki tərəfli münasibətlərə yeni enerji vermək zamanı çoxdan yetişib. Avqustun 8-də Ağ Evdə Prezident Trumpla görüş münasibətlərimiz üçün yeni başlanğıc nöqtəsi oldu. İnanıram ki, ABŞ və Azərbaycanın iqtisadiyyat, biznes, ticarət, enerji və təhlükəsizlik kimi sahələrdə ümumi maraqları var. Ümid edirəm ki, gələcəkdə iki ölkə arasında daha sıx əməkdaşlıq görəcəyik, qeyd edib. Ekspert vurğulayıb ki, bu münasibətləri yeni müstəviyə çıxarmaq üçün ən mühüm və eyni zamanda ən sadə addımlardan biri Prezident Trumpın Azərbaycana səfəri olar. Heç bir ABŞ prezidenti Azərbaycana səfər etməyib. Lakin dövlət katibi Marco Rubio da belə bir səfər etsəydi, çox yaxşı olardı. ABŞ-ın dövlət katibi sonuncu dəfə 2012-ci ildə Azərbaycana səfər etmişdi.